Bu أنصح nəsihəti نفسي به ilk أولًا öncə ثم سائر özümə, المسلمين sonra digər أنه يا إخواني müsəlmanlara يومًا tövsiyə edirəm. سنقف Ey أمام الله عز qardaşlarım, وجل bir gün biz سنقف أمام uca الله عز Allahın وجل huzurunda duracaq, وسنكون uca محتاجين Allahın huzurunda لثانية dayanacaq. Bizim bir نذكر الله saniyə فيها ذكرا واحدا ehtiyacımız نقول olacaq فيها ki, سبحان orada الله tək bir zikirlə وتسبيحة Allahı zikr edək, بحمد الله orada أفضل في deyəcəyik, الميزان من جبل أحد Subhanallah, Allah həmd ilə ومر təsbih رجل على deməyin سليمان fəziləti فقال لقد أوتي آل Uhud سليمان ملكا dağından daha عظيما üstündür. Bir فقال kişi لقولك Süleyman سبحان الله əleyhissalamın أعظم yanından لك عند keçib الله dedi, من هذا الملك Süleymanın ailəsinə böyük bir سبحان səltənət الله verildi. O كلمة dedi, sənin ما Subhanallah أخفها deməyin وما Allah أسهلها yanında o وما mülkdən daha أيسرها xeyirlidir. وما على اللسان Subhanallah ألينها kəlməsi necə də ما yüngül, ألينها necə də asan, لكنها dilə ən yumşaq لا gələndir. يدرك Lakin فضلها onun إلا الموفق fəzilətini müvəffəq تسبيحة بحمد olanlar الله dərk edər. تسبيحة بحمد Allah الله həmd ilə təsbih وقال demək, Allah həmd ilə سهل بن təsbih عبد الله demək. Səh ibn لتسبيحة Abdullah بحمد deyir ki, الله في mümin صحيفة əməl مؤمن dəftərində أفضل له bircə من dəfə جبال Subhanallah الدنيا demək, تكون له ذهبا dünya dağlarının qızıla مع çevrilməsindən قال النبي qat-qat صلى الله عليه onun وسلم üçün وهذا daha الحديث xeyirlidir. صححه Bir toplum sahibi الشيخ Peyğəmbər الألباني sallallahu əleyhi və səlləm deyir ki, قال من Vəci Şeyx هاله Alban səhih الليل görmüşdür. أن يكابده Döyüşdə 2 gün əziyyət çəkən, والعدو أن düşmənlərə cihad يجاهده edən, mallarını Allah üçün والمال infaq أن edənlərə ينفقه deyir ki, فلا Subhanallah يغفل عن zikrini deməyi سبحان الله unutmayın. وبحمده Çünki Allah yolunda فإنها xərclədiyiniz أفضل له من qızıldan جبل daha ذهب xeyirlidir. ينفقه في سبيل الله